Şişmiş qasıq yırtığını əl ilə içəri salmaq təhlükəlidirmi? Qasıq yırtıqları kəskin cərrahi xəstəliklər qrupunda deyildir, amma mütləq əməliyyat olunması gerəkən cərrahi xəstəliklər qrupundadır. Nə zaman təcili olaraq cərrahi göstəriş ortaya çıxır? Qasıq yırtıqları boğulduğu zaman. Qasıq yırtıqları boğulduğu zaman ilk olması gerəkən şey təbii ki, bir ev şəraitində yox, mütləq şəkildə xəstəxana şəraitində bir həkimin müayinəsidir. Yəni təcrübəli bir uşaq cərrahı, yaxud təcrübəli bir pediatr uşağı sakitləşdirici edərək bu hər hansı bir ağrıkəsici şam ola bilər, kiçik az yaşlı uşağa, yaxud da uşağı sakitləşdirib yatmış vəziyyətdə isti əllə baxıla bilər. Hər şəkildə o şişmiş bağırsaq anslarını, yəni qasıq yırtığına səbəb ola biləcək problemi əl ilə yumşaq bir şəkildə yırtıq hissəsinin içərisinə doğru, yəni qarın içərisinə doğru reduksiya etmək, yəni içəri salmaq mümkündür. Amma planlı şəkildə mütləq, yəni bunu etmək o demək deyil ki, uşaq tamamilə sağaldı və bu problem həll oldu. Xeyr, mütləq şəkildə 24-48 saat içərisində planlı şəkildə uşağı əməliyyat etmək lazımdır. Ona görə əl ilə qasıq yırtıqlarının reduksiya edilməsi mümkündür. İlk olunması gerəkən şeylərdəndir, ancaq bunu mütləq mütəxəssis etməlidir.